bir evə qonaq getdinsə, bir axtarış eləmə. Görürsən, bəzi insan qonaq gedir, gözü gəzir. Elə bir şey qalmır, baxmıyor. Ora divara baxır, ora baxır, ora baxır. Hər şeyə baxır. Az qalır gedə, kuxunada nə var ona baxar. Xaladiniki aça, onun içinə baxar. Bu təcəssüs. Deyir, getdik qonaq, təcəssüs eləmə. Çox ora, bura baxma. Bir yerə qonaq getdinsə, 3 gündən artıq qalma. Baxın, hədis nə deyir? Deyir, həddi ziyafə sələsətü əyyəm. Qonaqlığın həddi 3 gündür. Fəmə kənə fəvqə zəlikə fəhuvə sədəqə. Əgər 3 günü atladın olar, bir onda artıq sədəqədir. Sən artıq nədir? Sədəqəliksən. Baxın, 3 gündən artıq qonaq qalandan sonra artıq ev sahibindən get-gedə aralarında əvvəl nə gözəl idi, qonaq gəlib, başımız, gözümüz üstə 1 gün qaldı, 2 gün qaldı, 3 gün qaldı, 4-cü gün qonaq artıq nədir? Adiləşdi. 4-cü gün, 5-ci gün, 6-cı gün belə görür ki, ev sahibi deyir, bu vaxt çıxıb gedir. Və getdi 3 gündə, ondan 3 günü keçdi, get başqa yerdə qal.